Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda koridor proyektli bir böyük sal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Deməli bu həyət evi yeni, təzə Şəmkir avtovazanına çox yaxın bir ərazidə, Gədəbəy kafesinə yaxın bir ərazidə yerləşir. Hal-hazırda mən sizə deməli zalını göstərirəm. Zalın uzunluğu 7, eni isə 4 metrdir. Deməli sənədi çıxarışdır, yəni evin öz sənədi 15 gündən sonra qeydiyyata düşmək mümkündür. Bu evin bir plüsü də odur ki, yəni hal-hazırda evdə yaşayış yoxdur. Yəni 15 gün müddətində də köçmək olar. Yəni bura isə otaqlardan biridir. Bu otağın ölçüsü isə 4-ün 5-ədir. Bax belə bir həyət evinin qiyməti 95.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bura isə otaqlardan biridir. 3-ün 4-ədir. Dediyim kimi Gədəbəy kafesinə yaxın bir ərazi, təzə Şəmkir avtovazalına çox yaxın bir ərazidə yerləşir. Yəni çox yaxın dedikdə təxminən bax belə 100 də belə 250 metrə qədər olan məsafədir. Yəni evin yanından təzə Şəmkir avtovazalına qədər. Ancaq Gəncə deməli Qazax avtomagistral yolundan isə deməli təxminən 100 metr məsafədə yerləşir. Plus minus ola bilər, orada da 120 də ola bilər, 100 də ola bilər. Burası 3-cü otaqdır. Buranın ölçüsü 3,5-ın 4-ədir. Koridor proyektlidir. Qiyməti 95.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası deməli mətbəğidir. Mətbəğin ölçüsü 3-ün 5-ədir. 3-ün 5-ədir. Bura isə deməli mətbəx mebeli evdə qalır. Bax hal-hazırda mən sizə mətbəx mebelini göstərirəm. Bax belə bir həyət evinin qiyməti deməli 95.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası hamamıdır. Gördüyünüz kimi təmirlidir. Yenidən otaqların necə yerləşməyini sizə göstərirəm. İpoteka yararlıdır. Bax bir otaq. Bura ən böyük otaqdır. Burası zalıdır. Burası deməli 3-cü otaqdır. Yəni bir zal 3 otaqdır. Bura mətbəxdir, koridor proyektlidir. İnsə navesin alt hissəsinə keçirəm. Navesin alt hissəsinin ölçüsü 10-ün 5-ədir. Bax gördüyünüz kimi yenidən deməli kamerası var. Kamera evdə qalır. Bax mən sizə hal-hazırda kürsülüdür, 2 qat kubiklə hörülüb. Dediyim kimi hal-hazırda evdə yaşayış yoxdur. Bax belə bir həyət evinin qiyməti 95.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə mən sizə bağçasını göstərirəm. 26 ədəd cürbəcür ağac növləri var. Bax hal-hazırda mən yenidən sizə bu həmin ağacları göstərirəm. 3 tonluq su bakı var, 25 tonluq baseynisini görürsünüz, su baseynisini. Qarşıda isə 3-ün 5-ə bax belə bir yarım tikili var. Orada da bir neçə ədəd deməli materiallar var. İndi isə evin üst hissəsini göstərirəm. Bax belə bir həyət evinin qiyməti 95.000 manatdır. Qiymətində safizən bir balaca razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.